mənim oğranan 4 milyard yarımı qardaş xalqa göstər ki, Zakir Qaralovu, Qod Nisanovu sal çəri, deyən qardaş bu adamın haqqını bağlayın və göstər xalqa ki, mən deyirəm ki, birbaşa İlham Əliyevin adından oğrayırdılar bu şirkətləri. Sən göstər ki, yaxşı, sən belə orada onsuz da deyirsən ki, mənim İlqar nə işim var? Ölkənin prezidentinin dediyi sözü var. Mənim İlqar Hacıyevlə nə işim var? Getsin Zakirlə, Qodla öz məsələlərini həll eləsin. Necə yəni? İlham Əliyev bunları danışıb. Bəli. Bir yaxın ortada olan bir adamımıza, tanışımıza sual verdilər ki, bu İlqar Hacıyev axı neyinib də? Bu adam işləyib, devlətin vergisini ödəyib, bunun başına zülüm gətirdi, malını, mülkünü, özünü tidərgin saldı. Qayıdıb deyib ki, mənim İlqar Hacıyevlə nə işim var? Qod Nisanovla, Zakir Qaralovla məsələsini həll etsin. Necə yəni, mən Qod Nisanov sənin adınla danışır, Zakir Qaralov sənin adınla danışır, Bəylər Eyübun adınla danışır. Adamlarını göndər, araşdırsın da, mən fakt səs yazı qoyum ki, Zakir Qaralov necə deyir ki, İlham Əliyevə faizi verdim, 51% belə verdim, Bəylər Eyübova. Qardaş, mən faktla, subutla danışıram da, bu çıx xalqa göstər ki, sənin bu işdə əlaqən yoxdur. Odur, Əlin Ağayev məni yaxşı tanıyır. Özün bilirsən ki, o vaxtı şeydən qovulanda Bəylər Eyübov Zakirə tapşırmışdı ki, bunu işə götür. Tez-tez mənim yanıma gəlib gedirdi. Əlin Ağayev. Bəli. İndi Əlin Ağayev onsuz bu məsələlərin çoxunu həll edir. Qardaş, adamınızı göndərin, araşdırsın. Mənim gən deyirəm, günahım varsa mən hazıram. 15 iyulda Bakıya gəldim. Mən hazıram, ancaq bir onlayn rejimdə bir qrup Əlin Ağayev yaratsın, sənədləri, subutları mən qoyum, baxsın, desin ki, İlqar Hacıyev, sən həqiqətən də cinayətkarsan, xalqa, ictimaiyyətə də göstərsin ki, bəli, ancaq İlqar Hacıyev haqlıdırsa, İlqar Hacıyevin haqqını qaytarsınlar və bu cinayətkarlar tutulmalıdır. Tural bəy, bu adamlar türməyə getməlidir. İkinci də gen deyirəm, bu 20 nəfər blogerin nəyə görə tutturmaq, öldürtürmək istəyirsiniz? Qardaş, hər biri Azərbaycan vətəndaşıdır. Hər biri normal, sağlam insanlardır. Onlara çağırın, barışın, iş yeri yaradın. Tək onlar üçün yox, bütün xalq üçün. Yəni, sultanlığa çevirirsinizsə, gen deyirəm, ancaq xalqa bir şərait yaradın. Yəni, haqqı pozulan adamların haqqını qaytarın. Bax, Elşad Məmmədov, yetim bütün günü çıxır, bağırır ki, deyir, mən bir şey istəmirəm. Mənim Hacı İbrahim Arif Paşayevin adını çəkir, deyir, mənim malımı, mülkümü oğruyubdur. Qardaş, mənim haqqımı qaytarsın, mən siyasətçi deyiləm, mən niyə söyüş söyməliyəm? Yəni, söyüş söyməyə də deyir, mənim artıq başqa bir instrumentim yoxdur. Mən sual vermişəm ki, Elşad bəy, maşallah mədəni insansan, ailən var, uşaqların var. Niyə söyürsən? Deyir, mənə başqa bir şey saxlamayıbdılar. Mən getdim, deyir, Kamran Əliyevlə görüşdüm, Zakir Qaralovla görüşdüm, başqa adamlarla. Həm məni haqlı tanıdı, bildi. Bir dənə bu Quldur Hacı İbrahimin haqqından gəlib İlham Əliyev. Yəni, sənin ailəni o biabr etdirir. Yəni, o nədir? Bax, bir dəqiqənin içində sənin adamların onu knopkaya basan kimi Hacı İbrahim dədəsini də gətirib sağ şey eləyər, sənin üçün hər şey eləyər. Yəni, başa düşə bilmirəm. Niyə bizi vətən xaini eləyirsiniz? Niyə xalq düşməni eləyirsiniz? Nəyə görə Tural Sadıqla həqiqət danışandan sonra niyə deyirsiniz bu Mir Şahinlər, Siyavuş Novruzlar, obisi küçüklər çıxıb deyir ki, Tural Sadıqlı vətən xainidir, İlqar Hacıyev vətən xaini. Arkadaş, biz vətən xaini olduq. Neynədir Azərbaycana? Azərbaycanın pulunu, milyardını bizim offshore hesabımızda yoxdur. Yəni, mən elə sənin bu trolların çıxıb deyir ki, İlqar Hacıyevlə yeni bir şey tapdılar forma ki, İlqar Hacıyev də onlarla olanda danışmırdı. Niyə İlqar Hacıyev onlarla olanda da danışırdı? Ona görə İlqar Hacıyevin başına 10 gətirdilər və İlqar Hacıyevin əlindən hər bir şey aldılar. Qardaş, düşünürəm ki, Tural bəy, sultanlıq da olanda, sultanlığın içərisində də orada qanun olur,
vətəndaşın hüququ olur. Sultanın ədaləti olur. Bu əvvəllər var idi. Şahın ədaləti, şahın mərhəməti. Burada Azərbaycan xalqı mərhəməti görmür axı İlham Əliyevdən. mən də deyirəm ki, ay İlham Əliyev, yaxşı da, indi deyirsən Qarabağı qaytardım, Heydər Əliyev bunu elədi Azərbaycan üçün, mən bunu elədim. Başa düşək. Çıx qardaş, denən ki, ay xalqım, mən bu ölkənin, vətənin öz nəvələrini də sultan eləyəcəm. Ancaq sizin hər biriniz, qardaş, pensiyanız, maaşlarınız, iş yerləriniz, hərənizə o oğranan pullar, hər ailəyə $100.000. Qardaş, ver o pul gene de geri qaytaracaq. Gene gel bravo markete karşı. O ne marketlerdi bunlarda. Gene de o pulları Tural Bey, sistem atel özümüzün, ne bileyim biznesler kursanız özümüzün, her şey. Ben demirəm, mən kimi iş adamı şərait yaradın. Ben gəlim Azərbaycanda pul kazanım. Qardaş, mən istəmirəm. Mən Amerikada da pulumu kazanıram ve dünyanın her bir yerinde mənim bacarığım var. Mənim belə ihtiyacım yoktur. Ancak o kasıb adamlar, o savadsız şu bütün sistemi məhv etmişsiniz. Yani insanlar savadı olmaması için, yani bütün senin sistemin hamısı korrupsiya üzerinden kurulub. Məktəb direktorlarından tutmuş, nazirlərindən tutmuş. Yani bu korrupsiya, rüşvət alan müəllim uşağı nəyə öyrədə bilər Tural Bey? Ancak rüşvete öyledir de. Evet. Bu uşaktan ona kıymet yazmak için rüşvet dedesinden, anasından tələb eləyən adam. O uşaq vaxtından sistemi artık rüşvet sistemini uşaq vaxtından öğrendiler. Ancak İlham Əliyev neye ihtiyaç var bu rüşvetlere? Onsuz da şirketler hamısı sənindir. Yani belki o məsləhətçilərin mən iş adamıyam. Mən sana düzgün məsləhət eləyərəm. Bu sen hem özün kazanasan, ondan da çok kazanarsan. Hem de halkımız yaşayar, insanlarımız yaşayar, iş yerleri açılar. Azerbaycan neftten aslı olmaz. Azerbaycan Avropa ve Asya olan arada bütün Çin'de maraqlıdır, Asya'da maraqlıdır, Avrupa'da bu bütün her tür şərait var ki Azerbaycan bir güzel bir dünyanın merkezi bir sentra, bu logistik bir sentra çevrilsin Tural Bey. Ancak niye bunu elləmirsən? Niye halka işkence? Bu halk ne inipti size ki? Elə mən qarışıq. Niye işkence verirsiniz? Niye zulüm verirsiniz? Bak biznesmen deyirsən ki, ay ne oldu elə bu ülkede? Ham bacarıksız oldu. Sen yezindən, sen nəvələrin Paşa Holding bacarıklı oldu. Arkadaş bu halk bacarıklı halktı. Şərait yaradın, imkan verin, gitsin halk, qardaş işte özü işləsin. Demirəm, o konstitusiyada yazılan kimi o neft, gaz, qızıl, hamısı xalqın içində bölüşməlidir. Demirəm onu eləyin. Qardaş sadəcə bir xalqa iş yeri yaradın ki, getsin bir tikə o insan evinə çörək gətirsin. Yoxsa siz nə inəmsiniz? Qardaş, cavanlarımızı narkoman, cavan qızlarımızı fahişə, ne bileyim halkın içerisinde halkı bu güne salmışsınız 90% halkın yaltaq. Yani bu adamlar artık bilir ki yaltaq olmasan bu ülkede sen bir adım qabağa gedə bilmərsən. Yani Tural Bey bu görür ki kardeş kim ki tənkit pis bir şey değil ki tənkit kardeş o sana ne gösterir ki? Yani deməli burada problem var. Sen bu ülkəni Azərbaycan deyirsiz ki biz bütün aile sevirik, biz Azərbaycan üçün belə eləyirik, belə eləyirik. Arkadaş Azərbaycanı seven adamlar tənkidi qəbul eləyər və daha gözəl bir şərait, dəyişiklik eləyər, bir şərait yaradar. Tural Bey, mənim deyirəm, onsuz da xalq susur, qəbul eləyib. Mən də ona görə deyirəm, yaxşı, sultansansa, özünü sultan kimi apar. Ver xalq onda yaşasın da, xalqa bir şərait yarat və Tural Sadıqlının əmisini tutturma, Vidadi İskəndərlini öldürtdürmə, İlqar Hacıyev'i niyə istəyirsən öldürtdürəsən, niyə istəyirsən Azərbaycana gətirəsən, nə marağın var sən, mən neynəmişəm sənə, mənim malım mülkümü sənin adınla oğrayıb yiyibdilər. Tural Bey,
Mənim bu qədər. Yəni bu insana da mən artıq nə sözüm çatır deyə deyirəm bu çirkli oyunlardan əl çəkin, oturun xalqa şərait yaradın. İlqar bəy, təşəkkür edirəm. Qızıl xırdaladınız siz. Amma İlham Əliyev bu sözlərinizi eşidirsə belə, düşünürəm ki, o daşdır. Elə bir daşa dəyir, qayıdır. Çünki ona yaramır, söz yaramır. Elə ona görə bəzən mən deyirəm ki, o dostlarımız yaxşı eləyir, söyür. Yəni, həm əllərindən başqa bir şey gəlmir, həm də ki, bunlar deyirlər ki, bəlkə söyüşən anlayar, bəlkə söyüş təsir edir.